Şayva. Hörmətli sədr, hörmətli millət vəkilləri, mən də ikinci məsələyə toxunmaq istəyirəm. Bu məsələni dəstəkləyəcəm, amma ümumiyyətlə hesab edirəm ki, bu təkcə bugünkü dəyişikliklə bağlı deyil. Əhalinin sağlamlığının qorunması haqqında ümumiyyətlə əlavə və düzəlişlərimizdə mütləq maarifləndirmə məsələsinin geniş şəkildə öz əksini tapmasına böyük ehtiyac var. Çünki sosial reklamlarla bağlı məsələlər də öz həllini tapmadığına görə bu məsələlər burada ciddi problem yaranır. Məsələn, mən bu dəyişikliyi dəstəkləyirəm. Amma bu dəyişikliyin nə qədər həyata keçə biləcəyi məsələsini biz ciddi şəkildə düşünməliyik. Burada həmkarlarım vurğuladı. Doğrudur, bu məsələdə həkim məsuliyyəti böyükdür. Yəni, bəzən həkimlər lazım gəldi, gəlmədi. Hansısa bir maraqlar, bəzi həkimlər maraqlar naminə bu addım atırlar. Amma təkcə həkimlərdirmi? Bəzən analar özləri də bunun ana sağlamlığına və dünyaya gələcək evladın sağlamlığına zərərlərini düşünmədən hesab edirlər ki, bu daha rahatdır, bu daha onlar üçün ağrısızdır, daha çox belə deyək də, qorxu hissi keçirmədən yaşayacaqları bir hadisədir. Ona görə bu məsələyə üstünlük vermədə təkcə həkimlər deyil, bəzən sadə insanlar, qadınlarımızın da öz rolunu oynayır. Ona görə də bunun həyata keçməsi üçün bu məsələnin mən hesab edirəm ki, bəli, məsuliyyət olmalıdır. Məsuliyyət, Fazil bəy də vurğuladı, daha da dərin olmalıdır. Amma məsuliyyətlə bərabər ümumiyyətlə biz bu əlavələri edəndə mütləq maarifləndirmə məsələsinin maarifləndirmə müvafiq orqanlar tərəfindən öz həyata keçsin. Bu qanunlar qəbul olunur, amma onların maarifləndirilməsi, əhalinin onlarla bağlı maarifləndirilməsi nə səviyyədədir? Mən kütləvi informasiya vasitələrimizi çağırıram. Hesab edirəm ki, bunlar çox ciddi məsələlərdir ki, bunu daha çox insanlara izah etməli, yoxsa qorxuzmaqla, məsuliyyətə cəlb edəcəyik deməklə mən hesab edirəm ki, bu prosesi ciddi şəkildə tənzimləyə bilməyəcəyik. Ciddi şəkildə bunun üçün ciddi maarifləndirməyə ehtiyac lazımdır və ona görə belə dəyişikliklərdə mütləq maarifləndirmə ilə bağlı məsələlərin də əlavə və dəyişikliklərdə öz əksini tapması vacibdir deyə düşünürəm. Ümumiyyətlə, əhali sağlamlığı ilə bağlı bütün bu dəyişikliklər gedəndə bu mövzunun da öz əksini tapmasını düşünürəm. Çünki biz televiziya ekranlarımızda, məsələn, Türkiyənin televiziya kanallarını açdığınız zaman kamu spotu deyir, sosial reklamlar. Sosial reklamlar baş alıb gedir. Əhalinin maarifləndirilməsi bir çox yerlərdə var. Amma bizim çox təəssüf ki, bu sosial reklamlar ki, əhalini maarifləndirəcək materiallar, məlumatlar, bax elə olsun bu məsələ ilə bağlı biz bunları görmürük, nadir hallarda görürük. Bəs bu qanunlar necə insanların düşüncələrinə yeriyəcək maarifləndirmə güclü olmadan? Hesab edirəm, qorxudan da daha çox öyrətmək, maarifləndirmək daha böyük rol oynaya bilər. Ona görə bu dəyişikliklərdə hər zaman müvafiq qurumlar qarşısında bu məsələnin də qoyulması, çünki o sabah bir müəyyən büdcə də tələb edə bilər, o qurumun özünün daxilində yaxşı olardı deyə düşünürəm. Sağ olun.